Göyçayda şəhidin adını daşıyan küçədə işıqlandırma problemi yaşanır. Göyçay rayonunun 1-ci Ərəbcəbirli kəndində yerləşən Vətən müharibəsi şəhidi Həsən Bayramovun adını daşıyan küçədə işıq problemi sakinlərin haqlı narazılığına səbəb olub. Bu barədə kənd sakinləri Mətbuat Azın bölgə müxbirinə məlumat veriblər. Onların sözlərinə görə küçədə uzun müddətdir ki, işıqlandırma sistemi normal fəaliyyət göstərmir və bu səbəbdən ərazi gecə saatlarında qaranlıq qalır. Burada da qaranlıqdır. Uşaqlar da burada məktəbə gedə bilmir. Çox narahatçılıqdır. Öz qapılarını öz şotundan çəkdiriblər. Xahiş edirəm, qaranlıq olur. Uşaqlar buradan gedə bilmir. İtlər çoxdur. Uşaqlar çölə çıxa bilmir qorxusundan, yazıq uşaqlar. İstəyirəm ki, bu küçə işıqlı olsun. Xahiş edirəm. Ondan da sonra mən xahişim var sizdən ki, hər şikayət küçələr hamısının işığı yanır. Bəs mən nəyə görə bu küçənin işığı yanmır? Çəksə yaxşı olar, işıqlı olsa yaxşı olar. Neçə illərdir mən gözü açandan sonra yox. Qaranlıq. Bir o qonşu işıq biraz yürür. Ora yanır. Qalan yerdə yox. İşıq çəksə daha yaxşı olar. Sakinlər bildiriblər ki, xüsusilə axşam və gecə saatlarında küçədə hərəkət etmək çətinləşir. Məsələ ilə bağlı Göyçay rayon İcra Hakimiyyəti başçısının Ərəbcəbirli kənd inzibati ərazi dairəsindən bildirilib ki, mövcud problemin aradan qaldırılması hələlik mümkün deyil. Davud Tarverdiyev, Mətbuat Az.